Bəli, hazırda Kiyev ətrafında həm hərbi, həm də diplomatik gərginlik ən yüksək həddə çatıb. Rəsmi Moskva xarici diplomatlara və vətəndaşlara Kiyevi təcili tərk etməyə xəbərdarlıq etsə də, Avropa ölkələri bu təhdidləri qətiyyətlə rədd edir. Bu bəyanatlara cavab olaraq Avropa İttifaqı Rusiyanın müvəqqəti işlər vəkilini Brüsselə çağırıb. Avropa Komissiyasının rəsmisi Anita Hipper Rusiyanın təhdidlərini qəbul edilməz adlandırıb. Oxşar addımı Norveç də atıb. Norveç Xarici İşlər Nazirliyi Rusiyanın səfiri Nikolay Karçinovu çağıraraq rəsmi etirazını bildirib. Nazir Espen Barth Eyde qeyd edib ki, beynəlxalq heyətdə qarşı hədələr yol verilməzdi. Fransa və Polşa da bəyan ediblər ki, təxliyə mövzusu müzakirə edilmir və səfirliklərə hər hansı hücum düşmənçilik aktı sayılacaq. Xatırladım ki, bu diplomatik böhran ötən həftə sonu Kiyevə indirilən raket zərbələrindən sonra başladı. Paytaxtda deməli indirilən raketlər səbəbindən mülki şəxslər də yaralandı. Rusiya tərəfi bunu Ukraynanın Starobilsdəki hücumuna cavab adlandırır. Moskva mülki şəxslərə hərbi infrastrukturlardan uzaq durmağı tövsiyə edib. Avropa İttifaqının Ukraynadakı səfiri Katarina Maternova təşkilatın Kiyevdə qalıb fəaliyyətini davam etdirəcəyini vurğulayır. İttifaq rəsmiləri isə bu arada Ukraynaya hava hücumundan müdafiə sistemləri və maliyyə yardımının artırılacağını bildirirlər. Bu məqsədlə sabah Kiprdə Avropa İttifaqı Xarici İşlər Nazirlərinin qeyri-rəsmi görüşü başlayır və Moskvaya qarşı beynəlxalq təzyiqlərin gücləndirilməsi həmin bu görüşdə deməli müzakirə olunacaq. Belə mənim bu məlumatla bağlı çatdıracaqlarım bunlar idi. Buyurun, söz yenidən sizdə. Aydındır. Təşəkkür edirik Günay. Növbəti sujetimizin anonsunu təqdim edirik. İzləyək.